Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Yenə də ruhumuzun şəfası verilişi ilə sizin qulluğunuzdayıq. Numeroloq Kəmalə Mürsəlova ilə bir yerdə çalışacağıq ki, sizə bilmədiyiniz və bilmək istədiyiniz məlumatlardan verək. Bugün yazın ən gözəl aylarından olan aprel ayıdır. Aprel ayının ilk günüdür. Qoy uğurlu olsun, düşərli olsun, bərəkətli olsun. Onsuz da hər şeyin o yaşıllanma ərəfəsidir. Hətta qar da əriyir bəzi bölgələrdə. Və artıq yavaş-yavaş əkin, biçin, yavaş-yavaş doğrudan da təbiət yaşıllanır, canlanır, dirilir. Amma Kəmalə xanım, yəqin ki, onun numeroloji baxışını da bizə çatdıra bilər. Əvvəla xoş gördük. Xoş gördük, Səfa müəllim. Ötən verilişdən də çox xoş təəssüratlar almaqdayıq. İndi veriliş boyu ondan danışarıq. Aprel 4-cü aydır. Belə yanaşaq yoxsa fərqli? Yəni numerologiya və aprel ayı. İlk günüdür deyə deyim, qoy bərəkət dolu enerji ilə yükləyək. Olsun, olsun. İnşallah hər şey dediyimiz kimi olsun, arzuladığımız kimi olsun, niyyət elədiyimiz kimi olsun. Öncə onu deyim ki, bəli, aprel ayı 4-cü aydır, 4-də təmsil eləyir. Bu da təsadüfi deyil əslində. Bizim il boyu ən çox sınandığımız yer aprel ayıdır. Mən bu barədə bir dəfə danışmışam ki, ən çox duaların eşidildiyi. Düzdür, Allah həmişə eşidir duanı. Karma tərəfdən yaxınlaşanda, dünyanın karması tərəfindən yaxınlaşır. Çünki mən bir tərəfdən baxmıram da, indi yəni numerologiyadan biz burada çox şey deyə bilərik ki, 4 budur, odur. Əslində mən bunu bir dəfə demişəm ki, rəqəmlərin anlamı dəyişmir numerologiyada. Sadəcə hədiyyə kimi, sınaq kimi, yəni il kimi olanda bəzi şeylər dəyişir. Amma məsələn 4-dən mən bu dəqiqə durum deyim ki, hə 4 səbirdir, çoxlu səbr eləyin. Bu deyil. Yəni 4-cü ay ümumiyyətlə burada həm bahar, hər şeyin yenilənməsi, amma yenilənməyə baxmayaraq nə olması, hesab eləyin ki, biz lap 1-2 əsr bundan qabaq yaşayırıq. Heyvan kəsməyə artıq izin yoxdur. Yazda bala verir axı. Hər şey bitib, qutarıb. Göydən, otdan başqa bir şey yoxdur. Meyvə yox, bir şey yox. Ən ac ay aprel ayıdır. Karmalara görə və ümumiyyətlə dünyanın, insanlığın, kollektivin karmasına görə. Ona görə belə deyim də, elə bu bəri başdan deyəcəm ki, düşünməsinlər ki, Ramazan bitdi, Novruz bitdi, dualarımız da bitdi. Ən gözəl, ən möhtəşəm, ən çox dua olunası ay gəlir. Yəni qıtlıq vaxtı dualar daha çox olmalıdır. Bəli, çox gözəl vurğulayırsınız. Əgər baxın, burada yenə üzbəüz durur. Əgər qıtlıq veribsə Allah, deməli duanı da çox gözəl. Yəni dua anında yerinə yetəsi bir vaxtdır. Ona görə buradan başladım ki, bilsinlər ki, yəni etdikləri dua, yəni elə bil ki, göyün üzündədir. Elə bil ki, getdi, çatdı yerinə. İnşallah ünvanındadır. Bəli, bu belə. Sonra xristianların Pasxası da aprel ayına düşür. Axı, burada da bir qanuna uyğunluq var. Bu da elə belə bir şeylər deyil. Yəni, belə deyək. Yəni, tək xristianlıq ilə yahudilər, qeyri-müsəlmanlar az qala əksəriyyəti. İndi biz hamımız bilirik ki, kitablar, bu dünyəvi, bu səmavi dinlərin kitabları hamısı bir-birini təsdiqləyir və Quran da onların ikisini də təsdiqləyir. Ona görə də, yəni burada heç nəyi inkar eləmək olmaz. İstər onların bayramlarını, istər yəhudilərin, istər yəni qanunlarını, bir şeyi əlavə eləmək istəyirəm ki, qoy onu ümumiyyətlə o çox sevirəm o sözü ki, bax, yəhudilərin dinində verilmiş o kitabda daha çox qorxu var. Yəni, oranın qanunları əslində bəlkə də buna özləri də çox şey ediblər. Orada qanunlar da çoxdur və qorxu daha çox, sərtlik daha çoxdur. Ondan sonra gəlib xristianlıqda isə sevgi daha çox böyük yol tutur. Yəni, İsa Məsihin sevgi, hər şey sevgidəndir və burada da qorxu yoxdur. Sanki o ortalıq yoxdur. Düşmənini sev deyir. Bu üzünə vuranda o bir üzünə çevirsə. Yəni o dərəcədə. Əslində onu çox vaxt insanlar başa düşmürlər. Fiziki mənada başa düşür, anlayın. Çünki orada Bibliyada belə bir söz var. Onu mən bir dəfə olub ki, mən onu başa salmışam. Deyir ki, mən gəldim, İsa Peyğəmbər deyir ki, mən gəldim qardaşı qardaşdan ayırmağa. Mən gəldim bir-birini sevənləri bir-birindən ayırmağa.
Acaba burada nə demək Hani istəyirdi bu? inanclı ilə inançsız deyir də, kafir qardaşla o bilsin. Yəqin ki, başqa nə deyir? Yox. Burada, deməli onu da düşünə bilərik inanclı, inancsız, amma burada əgər sevgidən bütün dünyanı sevgi idarə eləyir, Allah sevgidən ibarətdir deyirsə isə peyğəmbər, o zaman burada nə var? Yəni mən dəfələrlə bu barədə danışmışam. Birinci Allahı sevməlisiniz. Ondan sonra qayıdın ər-arvadın yanına qayıtsın, arvad ərinin, bacı qardaşın, o birisi, bu birisi. O mənada çoxsu oxuyur, deyir ki, bu niyə ayırır ki? İnsanlar niyə bir-birindən, niyə sevənlər ayrılmalıdır? Bu mənada öncə Allahı sevmək lazımdır. Allahı sev, yəni sən o dərəcədə ki, əgər sən Allahı sevmədən bir-birinə yapışmış bir vəziyyətdə sevərsənsə, istər qardaş-qardaşı, istər ailə, istər ər-arvad olsun. Onsuz da ayrılıq olacaq. Sən zaten qanunları pozmuş olarsan, yəni sistemin qanunu. Hər dövrün özünün bir qanuna uyğunluqları, yəni müsəlmançılıq da veriləndə ora artıq Allah bizi sevir. Çox böyük sevgi var. Sevməsə dəfələrlə eyni şeyi deməz. Adətən bax ana necə ki balasını sevir, dəfələrlə bir dəfə ona deyir ki, bunu belə eləmə, sonra səbirlə hər dəfə. Quranda Allah necə səbirlə hər dəfə deyir ki, bax bunu eləməyin. Bax bunu İsrail oğulları elədi, siz eləməyin. Bu dəfələrlə təkrarlanır. Həm də arada sırada qorxudur. Bu olmasa bu olacaq. Deməli müsəlmançılıq həm özündə sevgini, çox böyük bir sevgini və biraz da qorxunu özündə Əslində qorxu çağdaş dövrə aid edilir. Orada deyir ki, Bəli. qiyamət günü, yəni axirət əzabından hamı qorxmalıdır. Yəni Bəli. bu dəqiqə demir ki, sən indi qorx. Əslində o yaxşıdır. Həm də deyir bunu eləməsən pis olacaq. Deyir bunu eləməyənlərin aqibəti vay onların halına. Bax, elə bir tərbiyə ilə onu deyir ki, 2-12-sini də göstərir də, Bəli. biz seçim özümüz eləyirik. Hə, onu da bax ona görə aprel ayında baxın tən ortadadır elə bil. O orta bir mənəviyyatın, maddiyyatın əslində çakra olaraq düzülümdə bizim bədənimizdə 4-cü çakra deməli maddi aləmdən 1 2 3-dən mənəvi aləmə bir sıçrayışdır, bir qapıdır, bir körpüdür. Çətindir deməli. Çox. Orada Maddiyyatdan ora keçmək çox çətin. Sən maddiyyat bizim insanlığın, yəni kollektiv bilincə baxanda biz orada insanın birinci əsas ehtiyac deməli təməl ehtiyaclarıdır. O olmalıdır. Yəni burada o təməldən başlaması da, təməlin belə deyək, o maddiyyatdan başlaması da bu ondan xəbər verir ki, bax bunu hər yerdə görürük. İstər spiritual elmlərdə, istər dinimizdə sən birinci onu yerinə qoymalısan o maddiyyatı. Qoya bilməlisən, ondan sonra yuxarı qalxmalısan. Və biz o təkamüldə çox vaxt maddiyyatı olmayıb mənəviyyatı olan insanlar görürük. Həyatımızda görürük. Və yaxud belə deyək, maddiyyat var, mənəviyyat yoxdur. Ya da ki, yaxşı səviyyədə deyildir. Bütün bunlar hamısı bax o 4 onları balansa qoyur. 4-cü çakra balansa qoyur ki, maddiyyatla mənəviyyata keçid arasında. Əgər yəni insanlarda da belədir. 4-cü çakra yaxşı vəziyyətdədirsə, əslində yaxşı vəziyyətdə deyəndə ki, orada o necə deyim, o plusların olması və yaxud da ki, plusların çox olması və yaxud olmaması, bu da ondan xəbər verir ki, bu insana çox şeylər verilib. Bəzən numerologiyada da götürürlər ki, hə, burada əgər minus varsa, deməli burada hər iş bərbaddır. Xeyr. Bu o deməkdir ki, yuxarıda bu adama çox belə necə deyim, hər şey verdilər, hər şey öyrətdilər. Dedilər, sənin oradan əskiyin var, nənə-babalar əskik bir iş görüb. Sən get, sənə buradan güc verdik, sənə imtahan olunacaq. Səni yükləyirlər orada, öyrədirlər, hər bir şeyi sənə yükləyirlər, səni göndərirlər. Elə bil ki, sən artıq gəlirsən, bilirsən ki, indi gələn uşaqlar hamısını bilir çoxsu. Ki, nə ilə gəlib bilirlər. Və gəlib oradan imtahan verirsən. O imtahanı da verəndə kimsə keçə bilir, kimsə keçə bilmir. Çox aralandım, mən deyəsən 4-dən biraz danışım, 4-cü ayda nəyə fikir ver. Birinci onu deyim ki, dua eləsinlər. İndi nə deyə bilmərəm, hansı surəni oxu, hansı ayəni oxu, İçindən gələn oxu. Azərbaycanca sən dualar eləyə bilərsən, Allahla danışa bilərsən. Belə deyim də, o Allahla yaxınlaşmanı hiss eləyəcəklər. Özləri hiss eləyəcəklər ki, bu ayda Allaha yaxınlaşmaq daha asandır.
Daha elə bir səsim mi çatır, ünüm mü yetir? Bax belə bir şey. Adətən nələrə fikir verilməlidir? 4 rəqəmi ən çox bunu tələb eləyir. İnsanlar bir-birinə qarşı, yəni olsun deyə səbirli olsunlar. Səbri təmsil eləyir, İslamı təmsil eləyir. Ona görə deyirəm dualar. Bir də 4 ailə içərisində qan qohumları, ata, ana, bacı, qardaş, bütün hamı ilə olan, yəni 4 söz verir ki, mən kimsəni incitməyəcəm. Hər kəslə gözəl sevgi verəcəm, sevgi verməyi bacaracam, sevgi almağı bacaracam, hər kəslə gözəl bir münasibətim olacaq. Yəni 4-cü çakra budur. 4-ün yenə deyirəm, çox başqa şeyləri var, mənaları var. 4-ün necə ki, yerinə qoymaq çətindir, elə də onun hədiyyələri çox gözəldir. Onun hədiyyələri 4-ün başqa numerologiyada başqa heç nə ilə belə müqayisə olunası deyil. Çünki 4-ün hədiyyələri əmlakdır, maşındır, evdir, torpaqdır, belə şeylərdir. Böyük şeylər. Böyük şeylərdir, əmlak. Yəni amma yenə deyirəm, yəni mənəviyyatımızla maddiyyatı çox az adam var ki, onu çox gözəl balansda saxlayır. Balansda saxlamağı bacaran adamlar, yəni o dəxli yoxdur, hansı aydayıq, nədəyik. Bir şey də qoy yadıma düşmüşkən, qoy buradan çıxım biraz qırağa. Çox vaxt mənə sual verirlər, yazırlar ki, Kəmalə xanım, mənim indi analiz eləmişik, öz üstündə işləyir də. Bəs mənim 5-ci çakram boş idi. İndi onu mən necə bilim ki, doldu ya dolmadı? Bəs siz onu mənə deyə bilərsinizmi? Deyirəm ki, başa salmaq istəyirəm, buradan da izləyicilərə deyirəm ki, belə bir şey yoxdur ki, mənim çakram doldu ya dolmadı. Belə bir şey var ki, sənin o çakran, sən ömrün axırına kimi əskik gəlmirsən, əskikdir. Amma bu demək deyil ki, sən əskik adamsan, işin gücün düzgün. Axı, bəs mən səni başa salmışam ki, nə etmək lazımdır? Sən bir də deyir, mən nə vaxt biləcəm ki, mənim orada çakram dolubdur. İndi belə adamlar da var da. Deyirəm, elə ki, gördün, bax, mən o qədər başa salmışam, tövsiyə eləmişəm ki, bax, bu işlərim. Gördün ki, sənin o işlərin, 4-ə aid olan bütün işin, gücün, hər bir şeyin yolunda gedir. Bilməlisən ki, bəli, artıq mən bu 4-ün haqqını vermişəm. Haqqını vermək deyirik də ora bir başa düşməyənə artıq dolub da deyə bilərik. Başa düşmür. Amma sən ömrünün axırına qədər həmən əskik yerə fikir verməlisən. Niyə? Çünki biz bax təkamüldən dedik, 1-dən qalxır yuxarı, düz 9-a qədər də 1-dən başlayır. Biz keçdik, tutaq ki, 1-i qoyduq yerinə, 2-ni, 3-ü, indi qalxmışıq 4-ə, 4-ü istəyirik yerinə qoyaq. 4-də adətən biz hər şeyin Allahdan olduğunu qəbul eləməliyik. Məsələn, mən özümə güvəndim 1-də, 2-də insanlarla gözəl bir münasibət elədim, 3-də özümü göstərdim, təkamülümdür də, indi təkamül eləyirəm. Qalxdım 4-də, unutdum mən deməyə ki, mən bu yerə Allahın sayəsində gəlib çıxmışam. Başladım döşümə döyməyə, təkəbbürüm qalxdı yuxarı, eqom qalxdı. Həmişə 4-lərə mən tapşırıram, eqonu nəzarətdə. Belə bir momentə düşsəm, o zaman mən oradan nə olar? Dəxli yoxdur, məndən 4-dür, məndə 5-dir, ya çuxurda deyil, minusdadır, plusdadır, heç dəxli yoxdur. Hər bir insana aiddir bu. Mən qayıdıb arada arxaya baxmalıyam ki, görəm 1-i mən yerinə qoymuşdum, dururmu orada? Mən onu özüm hiss eləməliyəm, özüm bilməliyəm. Çünki mən deyə biləm, sən inkişaf eləyərsən, sən elə bir şeyə çatarsan ki, o ego çörürlər, egoizm olar. Və sən də mənəm deyib döşüvə döyüb ortalıqda gəzənlərdən biri olarsan. Ona görə o əskik çakralar, yəni izləyicilərə deyirəm, o analiz elətdirənlərə deyirəm, ömrünüzün axırına qədər sizin nəzarətinizdə olmalıdır. Necə ki, bir adamın tutaq ki, 8-dən karması var, həmişə pul para ilə ehtiyatlı olmalıdır. Buradan mən pul paranı artıq qazanıram. Artıq hər şey yaxşıdır məndə. Məndə artıq problem olmaz deyilən bir şey yoxdur. Sən həmişə nəzarətdə saxlamalısan, ömrünün sonuna qədər. Həm sədəqə vermək boynun borcudur, həm də onu nəzarətdə. Tək qalxdıqca işimiz çətinləşir. 8-in haqqını verdin, arada bir qayıt dala bax, 7 yerindədirmi, 5 yerindədirmi? Bunu əgər biz orqanizmə çevirsək, kimsə arasında bir travma var, daim onu şafla qışdır da bağlamalıdır. Ya dişində bir şey varsa soyuq yeməməlidir. Əslində
bəlkə də siz çox sadə izah edirsiniz. Adamlar var buna o qədər qorxulu deyir. Vay Bəli. vay 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 bu nədir? Adi şeydir də. Nə bilim bu dırnağına lak vurma elə bir ki də. Sadə bir şeydir. Vurma da dünya dağılmaz ki. Nə bilim turş şey yemə, soyuq şey içmə. Yəni bu da məncə elə bir haldır. Bir də apreldə bir əlavə eləmək istəyirəm ki, bu astrologiyada ayların təsnifatında deyir aprel ayında deyir yatmayın. Deyir az dincəl, çox çalış. Bundan razısınız da, yəni. Elə siz də təxmin edin. Deyir az dincəl, çox çalış. Mən onu deyəcəkdim, gələcəkdim ora. Çünki belə deyək də, 4 zaten çalışmaq deməkdir. Əzmkarlıqla çalışmaq. Elə belə çalışmır onlar. Keçiddir də, materialdan 4 ruhsala rəqəmi keçir. deyir, mən bunu edəcəm. Yəni mən bunu özdə xidmət eləyəcəm. Mən bunu əzmkarlıqla, belə bir şeyləri öyrənib, yerinə qoyub işləsin. Bir də onların 4-ün o artıq insanlara aiddir. Onlar öz işlərini açsa lap yaxşı pul qazanırlar. 4-lər ümumiyyətlə belə deyək, Rəhbərlik kimi. maddəyə fikir verən olurlar. Onlar qazanmaq istəyərlər. İşləsin çoxlu, getsin, pul para qazansın, maşın alsın, ev alsın, torpaq alsın, belə şeyləri onlarda var. Amma 4-ün mən ilində həmişə məsləhət görürəm ki, bax məsələn il enerjisi 4-dür də. Bunu bilirlər, izləyicilərimiz artıq bilirlər onu hesablamağa il enerjisini. Bax bir qayda olaraq deyim belə də. 4-də insanlar mən deyirəm ki, sağlığınıza fikir verin həmən ili. Az işləyin. Bax indi siz dediniz ki, çox işləyin, az. Bu ay ola bilər. Bu ay ola bilər. Qoy işləsinlər, qoy. O deyir az dincəlin, çox işləyin. Hə, demir ki, tamam. Amma mən il olanda 4 ilə deyirəm ki, bu doğrudan da belədir. Öz-özə fikir verin, analizlərinizi elətdirin qabaqcadan. Məsələn 4 ili gəlir də, özdə il qabaqcadan gəlir. O məsələn illaha yanvardan başlamır. Mən demişəm bunu ki, hətta sentyabrdan qabaq. 3 ay zad qabaq, bəli. 3 aydan da qabaq. Yəni onun dalğası vurur. Hə, onun enerjisi. Demək olar ki, elə 6 ay bəzilərində olur ki, o enerji vurur. Orada deyirəm ki, biraz belə deyək də, çünki 4 həm də numerologiyada sağlıq deməkdir, sağlamlıq deməkdir. Hətta 4 rəqəmi ilə məsələn həkim olmaq istəyən seçənlər çoxdur. Nə qədər mən bunu görürəm. Yəni adətən 9-dan seçirlər şəfaçılıq, amma axır vaxtlar çox 4-dən də görürəm, deyirəm mən 4 də sağlıqdır da, o da deməli yerindədir. Nə isə sabitlik deməkdir. Biraz mən məsləhət görərdim ki, belə deyək də, özlərinə o heç olmasa balansı saxlasınlar. İstirahətlə o işləməyi. İşləmək olar. Zaten 4 dayanan deyil. 4 işləyəndir. 4 rəqəmində olanlar. Amma indi biz bütün insanlıqdan danışırıqsa, ayın özünün enerjisi. Ayın özünün enerjisindən danışırıqsa, bəli, istər-istəməz ayın enerjisi onları işləməyə belə deyək də itələyəcək ki, işləyin. Bu işi də gör, o işi də gör. Ona görə mən insanlara məsləhət görürəm ki, özünüzə çox da zülm eləməyin də, biraz arada belə deyim, ifrat da olmasın, bu başqa aylarda da əslində belədir, amma 4-də fikir versinlər ki, yəni istirahətə də fikir verilməlidir arada bir. Çünki bax yazdır. Yazda nə olur? Ən çox gələcəklə kimin problemləri var insanların bilinci altında? Gələcəyə dair qorxu, atak, bax belə depressiya falan filan ki, yəni çünki hər dəyişəndə, deməli hava dəyişəndə, ondan sonra bu elə bil ki, kollektiv bilinçaltının bir karmaşasıdır ki, üzə çıxır ki, narahat ol, hər şey dəyişir, artıq yeni şeylər gəlir. Yəni nə deyirlər ora? Hadisələr, proseslər, əmrlər gəlir. Bilinçaltı əmrlər verir ki, yəni bax artıq dəyişiklik gedir. Adicə yazdan da məsələn qışdan yaza keçmək, yazdan yaya keçmək bu da böyük bir dəyişiklikdir. Çox adam ona görə xəstələnir. Çünki gələcək qorxusu var. Payızda isə keçmiş qorxusu olan insanlar daha çox xəstələnirlər. Orada da yenə hər şey dəyişir. Payızda artıq keçid dövrü, qışa giririk də, qışa hazırlaşırıq. Bütün bunlar hamısı, yəni bizim bilinçaltı bir depodur da, özünüz bilirsiniz. Yəni orada elə bir şeylər yaradır ki, insan istər-istəməz heç özümüzdən asılı olmadan xəstələnirik. Ona görə də aprel ayında ən çox apreldə nəyə fikir versinlər? Mümkün olan dərəcədə kimin imkanı varsa günorta 1 saat istirahət eləməyə, yatmağa.
Çox gözəl təsir eləyir o. Əziz izləyicilər, Kəmala xanımın qızıl kimi məsləhətlərini yəqin ki, eşidirsiniz. Efirdə də, ekranda da nömrəsi gedir, WhatsApp nömrəsi. Səs atın, fikrinizi, sualınızı yönəldə bilərsiniz, müraciət edə bilərsiniz. Öz şəxsi analizi düzəldə bilərsiniz. Yəni sifariş verə bilərsiniz. Peşman olmazsınız hər halda. Bir də izləyicilərdən də o suallar doğur, özüm də fikirləşim. Bəzi insanlar tanıyım, hətta uşaqlıqda gördüm, çox sevməkdən, bayaq dediniz, çox sevmədim. Çox sevməkdən qorxur. Uşağı çox da belə bağrına basmır, deyir, yox, birdən Allah elə bilər, ondan çox istəyirəm. Bəziləri nəsə bir uğur-uğurdanca gəlir, deyir, yox, mütləq bir itkim olacaq, mütləq bir itki olacaq. Dəhşət bir şeydir bunlar. Bunlara bu numeroloji baxımdan, yaxud da öz fikirlərinə, mən çox vaxt qorxuram, deyir, qız var idi, biz işləyirdi, deyirdi ki, dəhşət sevirəm, amma son vaxtlar biraz onu qəlbinə deyirəm. Deyirəm, niyə? Nişanlıdırlar, bir aya, 2 ayda toylar. Deyir, yox, birdən çox olar, Allah sonra onu öldürər. Birbaşa belə deyir. Demir ki, bizi sınağa çəkən eynəyər. Deyir, mən bəlkə də görüb dalbadal qorxur, o deyir, göz gördüyündən qorxar. O niyə belədir? İtki mütləq deyir, yox, bir itki olmalıdır, bir bədəli olmalıdır. Bəlkə bədəlini ödəmirsən, gəlmirsən. Amma bunları nə demək istəyirsiniz? Nə deyəcəm? Nə deməkdir bu ümumiyyətlə? Əslində bax, bekarçılıqdır. Bax, inan ki, bekarçılıqdır. İnsan nə dərəcədə bekar olmalıdır ki, fikirləşməlidir ki, mən buradan öncə birincisi bunu hər kəs, yəni bəlkə də bilmirlər ki, o yapışdırıcı sevgi lazım deyil. Onu sən elə balansla ki, nə o yanlıq olmasın, nə bu yanlıq olmasın da. Bunu vallah, yəni çətin bir şey deyil bu. Burada o balansı tut. Ondan sonra sən niyə fikirləşirsən ki, ay ölüm fikirləşirsən, onu fikirləşirsən, işiniz gücünüz yoxdur. Yəni bir düşünün ki, bunlar hamısı boş şeylərdir. Yəni bütün bu şeyləri ortalığa qatıb. Əsas məsələ odur ki, o baxın, o ən çox qadınlarda olur da, ən çox qadınlarda olur o bir çox şeylər fikirləşirlər, götür qoy eləyirlər ya nədir. Həm də qadına Allah elə bir güc verib ki, sevgi gücü. Çünki qadın o sevgini öncə yoldaşına verir, sonra evladlarına daha çox verir də. Ona görə o bəzən ola bilsin ki, o numerologiya onu göstərir. O qadında o sevgi, o 2 rəqəminin çoxluğundan olur adətən. Yəni o dərəcədə mən deyirəm ki, artıq bilirəm də mən buna nə deyəcəm. Elə analiz başlayandan sonuna qədər deyirəm ki, sevgini, verdiyin xidməti, verdiyin nə varsa hamısını balansa qoymalısan. Birinci sən bu, yoxsa ki, baxırsan ki, doğrudan da yəni xəstəliklər elə bir özünü yerbəyer eləyir ki, həmin adamın bədənində. İstər bax, hər şeyin özünü, amma ən çox numerologiyada bax, doğrudan da o soruşduğunuz həmən o 2 rəqəmidir, alma-vermə dəngəsi, yəni bir də ən çox, yəni insanlar tuzağa düşür 6-dan, yəni orada mükəmməliyyətçi olmaq, ailə, orada da bir şeylər var. Vallah belə baxanda hamısından düşür, hamısından tuzağa düşmək mümkündür. Hamısında ən çətin, ən negativ tərəfləri də var. Yəni yetər ki, onu başa düşəsən ki, burada mənə nə lazımdır. Onu da deyim ki, Azərbaycanda çox adamın, çox qadının, çox elə kişilərin 2-ci çakrası boşdur, 8 boşdur, 6 boşdur. Ən çox boş olan çakralar bunlardır. Təəssüf. Bəli, vacib ən vacib şeylərdir. Ən vacib insanın, bax 2-ci çakranın boşluğu onun pul para qazanmasına, çünki bolluqdur axı bu. Bolluqdur, qadınlıq enerjisi, rəhim enerjisi. Ona mane olur. Bax onun o yoldan kəsir. 8-ci çakrada 5 dənə də plus olsa, 2 əgər boşdursa, orada mütləq sən 2-nin yerinə qoymalısan ki, sənə pul gəlsin. Bir də Kəmala xanım, bu Türkiyədə o söz işləri yargılamaq. Yəni qınamaq, ittiham mı deyim, iddialarla mı çıxış edeyim. O da çox kütləvi bir xarakterdədir. Elə oturur kimsə, hətta bilmədən o yargılayır, qınayır kimisə, hadisəni bilmədən falan. Bu da mənim üçün, mənim əslində ən çox qorxduğum 3-4 xətt var ki, mentalitetdə. Amma bir də budur. Bu nədən doğur? Bunun numeroloji həlli varmı? Sizə müraciət edənlər olurmu? Nə dərəcədə dəyişirlər? Bax, istəyərdim ondan da danışaq. Ürəyiniz istəyən qədər, bax, çünki o da 5 rəqəmi ilə əlaqəlidir. 5 də boğaz çakrasıdır. Yargılamaq nə ilə yargılayırıq biz? Dilimizlə, səsimizlə, danışığımızla yargılayırıq.
Və belə deyəm də, spiritalizmdə bunu istər numerologiya olsun, istər bəlkə də indi başqa aləmlərdə dəyişim, dönüşüm uzmanları bunu bilirlər ki, təkamül eləmək üçün bir çox yasalar var. Türklər yasa deyir, bizdə də qayda, qanunlar da. O yasalara insan əməl eləməlidir. Ümumiyyətlə bax bir insanıq. İnsan gəlib bu dünyaya. Bu insanın bir insan olması üçün niyyəti təmiz olmalıdır, əməli təmiz olmalıdır. Bir də bəşər qanunlarına, bax bu evrensel yasalara uyğun yaşamalıdır. Burdan başqa bir şey yoxdur. Əgər o evrensel yasalarda, bəşər qanunları deyək də bizdə, bəşər qanunlarında da orada bir neçə yasalar var. Bax, məsəl üçün, orada yarğıçsızlıq yasası var, disiplin yasası var, sorumluluq var, dəngə yasası var, çoxdur yasalar. Ondan sonra daha nə demədim, seçim yasası var, sonra dürüstlük. Yəni bir çox şeylər var ki, bir hardasa 17-18 yasalar var. Seçim yasası nədir? Yəni seçməyi, doğru seçmək. Tək işimiz gücümüzdən getmir söhbət. Ümumiyyətlə mən qlobal baxıram ona, bütöv. Mən onu soruşmaq. Bax məsələn, təkamüldəsən sən. Əgər hər kəsə Allah yaradıbsa, hər kəsə Allah bir seçim veribsə, sən ən çox mən onu 8-lərə deyirəm ki, bax sənin çünki karma rəqəmidir 8, karmanı Saturn şeydir, təmsil eləyir. Sənin 2 seçimin var. Sən neqativi də seçə bilərsən, pozitivi də. Nəyi də seçsən, o səndəndir. Yəni onsuz da bilirik ki, neqativlərə də Allah izin verir, pul da qazana bilirlər, yaxşı da yaşayırlar. Nə də o demək deyil ki, indi onlar ölüb bitməlidirlər və yaxud da ki, neqativdilər deyənə. Bu neqativi də o seçir, o yolla gedir. Bu seçir pozitivi, onunla gedir. Seçim yasası budur. Amma o insanları bu o demək deyil ki, yaxşı, mənim övladım seçdi neqativi. Mən durub baxmalıyam buna. Deməliyəm ki, seçdi də seçdi. Yox. Müəyyən qədər müdaxilə olmalıdır. Əlbəttə müdaxilə eləməlisən. Bacardığın qədər müdaxilə. Nə qədər ki, uşaq 0-6-12 yaş arasında sənin uşağa müdaxilən vacibdir, yəni mümkün deyil. Çünki 0-6 yaşında anadan atadan yığır, ən çox ailədə. 6-12 yaş arasında məktəb, ətraf, küçə, məhəllə, başqa insanlar onlardan da yığır və müqayisə eləyir. Sonra gəlir cinsəllik deyirəm, cinsəl yetkinlik dövrü. O zaman da uşaq başlayır bütün yığdıqlarını nə etməyə? Buraxır araya, tətbiq eləməyə. Bir şey olmamış ona görə axı neqativ insanda qalxdıqca, o belə deyək, qaynadıqca uşaqlar deyirlər, ay uşaq ərgənlik dövrünə girib aqressivdir, cavab vermir, mənlə danışmır. Yəni çöldə çox yaxşıdır dostları ilə, evə gəldi mənlə üstümə qışqırır. Yəni bunu nənə də deyir, ana da deyir. Çünki ona görə biraz o dövrlərdə başa düşmək lazımdır. Birincisi, evdə olan vəziyyət sakit olmalıdır. Ana ilə ata arasında, ümumiyyətlə hər kəslə. Ki, uşaq evdə hər şeyi yaxşı görsün. Onun belə bir şey olmasın ki, bax bu nədir, bu da. Çünki o həmən dövrdə atasına baxıb, mən heç vaxt belə ailə başçısı olmayacağam deyə bilər. Hansısa bir qız, ya oğlan elə özü də. Və yaxud anasına baxıb, qız, mən heç vaxt belə əzilməyəcəm deyə bilər. Amma nə olar sonra? Gələr, həyatda elə olar ki, ondan betər əzilər. Bütün bunlar uşaqların elə bir ki, biz gələcəyini məhv eləyirik onlara o şeyləri göstərməklə. Yox, əslində, görür, amma bu da bir məqsəddir də. Məsələn, kimsə qürurunu sındırır, kimsə oğurluq eləyir, kimsə kənddə hamı tərəfindən rüsvaysızcasına biabır olur. Məncə doğal bir şeydir ki, mən də balacayım deyirəm, bax, mən heç vaxt belə olmaram deyirik. Amma o dediyimiz anda da onun da sınağı gəlir də. Sən deyirsən eləməyəcəm, indi görə eləyirsən yoxsa yox. Çox gözəl mövzudur, baxın Səqo müəllim doğrudan. Tutaq ki, mən deyirəm ki, mən oğlumu və yaxud da qızımı çox bahalı bir məktəbə vermişəm. İnşallah orada yaxşı oxuyar, gələcəyi də gözəl olar. Padruqam, rəfiqam oturub yanında deyir ki, bilmirsən axı qiymətlər bahalaşdı, yəni bəlkə gələnlə o pulun verəmmədin. Sən hansı ağılla uşağı qoydun o boyda bahalı məktəbə.
Burada nə oldu, nə baş verdi? Artıq mən orada, bax mən heç o artıq rəfiqə deyib də, mən orada o qədər ehtiyatlı ona cavab verməliyəm ki, yəni deyə də bilmərəm ki, baxın, nə yuxarı çıxa bilmirəm, ya aşağı düşə bilmirəm. Deyə bilmərəm ki, yox, lap yaxşı pulunu verərəm, ondan sonra Allah Ha, kərimdir onu falan. hər adam Hə, deyəmir də. deyə bilmirsən. Yəni çünki desən də içində nəsə sınır. Səni Sınır, artıq bəli, bu bəli. adam içivə bir şey atdı, neqativ atdı. Ya da ki, o tərəfdən deyə bilmirsən ki, hə, yox, belə uşağı hə gərək çıxardardım, belə elə, ya gərək qoymayardım, ya onunla da razılaşa bilmirsən. Onda sən deməli burada da bir maraqlı bir şey var ki, onda deməli qoy ən çox bu xanımların başına gəlir. Desinlər ki, hə, ola bilər, o sənin baxış açındır, bu da mənim baxış açımdır. Yəni baxışımdır, dünyaya baxışımdır. Doğru. Hə, hər şey ola bilər. Belə deyib, bunun altından belə sevişib çıxmaq lazımdır. Çünki ehtiyatlı olmaq lazımdır. Belə şeylər çox olur. Biz uşaq vaxtı, ən çox o cinsi yetkinlik dövründə, bəli, pozitiv olaraq özümüzü kodlaya bilirik. Çox gözəl kodlaya bilirik. Yəni uşaqlar özünü mən məsələn tutaq ki, artist olacağam, aktyor olacağam. Yəni bütün səhnələrdə çıxış eləyəcəm. Hər kəs mənə baxacaq, hər kəs məni alqışlayacaq. O qədər belə uşaqlar görmüşəm ki, onu deyib də, eləyib də. Və yaxud da ki, mən heç vaxt filan şey eləməyəcəm. Yəni pozitiv yöndən. Biri var ki, neqativ bir şeyə baxsın və bu pozitivdən. Belə həm də uşaq vaxtı kodlanan şeylər, yəni daha tez və yerinə oturur. Bax, sizin dediyinizdən belə şey ortaya çıxır ki, adam bir şey istəyir, gözəl bir şey. O naqildəki kimi, elektrik naqilindəki müsbət mənfi olur da. Bizim o müsbətimiz sürətlidir də. Getdi istəyimizə çatdı. Mən kosmonavt olacağam. Aha. Bir də bunun altı ilə yerin altı deyil. Ona getmək çətinlikləri var. Bəli. Yəni asan deyil. Biz fikir kimi, mən həmişə deyirəm, kimsə deyir, İstanbulda falan iş görürsən nə qazanır. Amma bilmir ki, oraya gedəndə nə qədər o sənəd işləri var, polisin ilişməsi var, oturum izni var, nə qədər oranı görmürlər də. Ancaq bu adam falan restoranda belə işləyir, qazanır. O yeraltı gedən o çətinlikləri bilmirlər. Mən həmişə deyirəm, ya bir var aktyor kimi müharibədə yaralanan rolu oynayasan, bir də var gerçək yaralı olub danışasan. Görün nə qədər fərq var. İkisi də halbuki görüntüdür. Bir də bax elə o hədəfə doğru getməkdən söz düşmüşkən belə bir fikir var ki, deyir, insan tərəfindən irəliyə atılan hər bir addım uğur deməkdir. Artıq elə bir Addım. belə sevincdir, uğurdur. Pasiv qalmaq yox, hərəkət edən adamlar uğura daha çox çatır. Bəli. O evrəndə, qalaktikada o diqqəti çəkir. Kim ki artıq o kainatın aktiv hissəsinə enerji buraxmırsa, dalğalar buraxmırsa geridə qalır, pasiv olur. Həyatda da unudulur, adamlar tərəfindən də unudulur. Bomboş kimi də belə deyək. İndi bu irəliyə atılan hər bir adım zaten sizin də insanlarda həvəsləndirici mesajınız olur ki, hərəkət eləyin, düşüncənizlə ya fiziki cəhətdən. Buna necə yanaşaq? Atılan hər bir irəliyə doğru atılan hər bir adım uğurdur. Belə bir tezisdir. Bunu siz həmişə şəxsi söhbətlərdə də deyirsiniz. Biz 4-dən danışırdıq, bax elə unutdum. Ya da ki unutmadım. Unutmadı, sadəcə çoxdur informasiya. Adam bilmir hansını danışdı. Və o 4-ə aid olan bir şeydir. Bax 4-də deyirlər səbir. Səbir o demək deyil ki, otur nəyisə gözlə, otur nəyisə səbr elə, zülmə səbr elə, əziyyətə səbr elə və yaxud da ki, bəzi ümumiyyətlə 4-lərin arasında elə oturub tənbəlcəsinə səbr eləyənlər olur. Amma səbir odur ki, numerologiya onu belə başa salır. O siz dediniz ki, addım, irəliyə atılan addım. Öncə 4 həm də düzən, sistem, qayda ilə, qayda, qanun deməkdir. Başladığın işi sona çatdır deməkdir 4. Və o qoyduğu hədəflər var, o balaca hədəflər. Onların hərəsinə bir addım da olsa, o addımları ata-ata çatmalıdır, səbri orada eləməlidir. Yəni, son o böyük nöqtəyə çatmaq üçün balaca 3 dənə, 4 dənə kiçik nöqtələr qoy, onlara addım ata-ata get, axırda ona çat. 4 budur. Elə bil ki, belə deyək də, sistem olmalıdır orada.
düzen olmalıdır. Bir də sürəc yasası. Bax, indi bayaq yasaları sayırdım. Sürəc nə deməkdir? Sürəc yəni vaxt Müddət. deməkdir, müddət deməkdir. Yəni başladığın işi sona yetir. Başladınsa 3 günə, 5 günə yarımçıq qoyma onu. Sona qədər getginə. Bax, səbir odur. 4 budur. 4-ün Bəs özü birdən budur. kimsə 4 dənə, 5 dənə paralellik götürüb, onun hamısını çatdıra bilmir. Onu götürə bilməz. 4 götürə bilməz onu 5 götürər. Hə. Hə, amma Amma iş başladığı beş işi də- başa çatdıra da bilmir axı. Lap 5 də götürsə, bəzən gözə çatdıra, Bəs mən bəlkə də onu 5 deyirəm də, çatdıra 5 də bilmir. götürər, 5-ində tezliklə Eləyər elə bir bir. çox stresə yox, eləməyini bacararlar elə. Bir də görsən 2-3 işi birdən görən insanlar var 5-lə. Amma onlar da stresə düşürlər. Məsələn, eyni zamanda bax mən özüm 5-əm. Məndə olur ki, düzdür, bildiyim işlərdir, elədiyim işlərdir, amma öz-özümə həmişə onları sistemləşdirirəm. Öncə bunu edəcəm, sonra onu eləməliyəm, sonra bunu Pisdir ki malı, o. məli çox. Pis deyil, mən özümü stresə salır. 5-in özünü stresə Hə, salır o özünüzə şeylər. əlavə tapşırıq verir. Ay, sağ Yüklüyürsüz ol. də Hə, özünüz. otohipnoz eləyirik də özümüzü. Yəni bu mən çox Amma gördüm valla belə. bəzi şeylərdə normaldır. Məsələn, mən deyirəm, axşam gələcəm Kəmala xanımla görüşəcəm, günorta bir çəkilişim var, həm səhər filan şey. Bunu deməməliyəm biraz. Yox, deməlisiniz. O mən şey deyirəm ki, məsəl üçün bilirsiniz necədir? Yetim, ona da yetim, buna da yetim, onu da Anladım, eləyim. hə, indi Buna da anladım. çatım, bunu da eləyim. İstəyir, çatır da gedir. Özdə 5-lərdə belə bir şey var da. Bir problemli bir şey olsun, baxar 2 dəqiqəyə çözər onu. Çünki məntiq və analitikdir. 5 çox böyük analitikdir. Onu çözər gedər. Amma yəni o 5-in də çuxuruna düşənlər şey olur. Ən adi bir də görsən ki, heç nə də olmasa stres olur ki, onu çatdıra biləcəmmi? Onu da çatdır. Adicə məsələn mən bir 5 xanım var idi. Deyir ki, Kəmalə xanım, inanın ki, evə qonaq gələcək. Hər əl işlərim də gözəl, süfrəm də gözəl. Ona belə deyir stres keçirdirəm. Var elə, bax o artıq rəqəmlərin harda durmağından asılıdır. Yox, bəzən olur, ən xırda şeydən elə stresə keçir. Numerologiyada məsuliyyət deyilən bir şey var. Bax, rəqəmlərə görə məsuliyyət deyil. Bir gün buna geniş sırf danışarıq, amma ümumi istəyirəm bir yanaşma sərgiləsiz ki, bu insanlarda numerologiyada məsuliyyət deyilən bir şey var. Öhdəlik deyək, məsuliyyət deyək, borcumu deyək, vicdan səsi deyək, nəsə bax bundan istəyirəm bir-iki kəlmə. Numerologiyada belə deyək də, hansı tərəfdən baxsan, ən çox bax o vicdan falan filan belə 4-dür. Yenə bütün söhbətlərimiz 4-dən Elə oldu. ondan irəli gəlsə yəqin aprelin enerjisidir ki, Yəni bizim sanki enerjilərdə bax bir şeydən danışanda səni yönəldir. Ümumiyyətlə bu aralar enerjilər çox dəyişib, onu mən özümdə hiss edirəm və dəyişə-dəyişə də gedir. Bu Novruz bayramının ərəfəsində, ya bax bu günlərdə onu insanlar özləri də o fiziki bədənlərində hiss eləyəcəklər. Belə deyək, ən çox 4 rəqəminə mən onu şamil eləyə bilərəm. Çünki bir kəlmə desəniz, məsəl üçün 1 güvəndir, 2 xidmətdir. Bax görün mən tamam fərqli deyirəm bu dəfə. 1 güvən, 2 xidmət, 3 bacarıq, 4 vicdan. Vicdan, yəni 5 səs, ifadə, 6 mükəmməl, 7 təmas yuxarı ilə, 8 pul para, 9 da şəfa. Yəni bir kəlmə də, bir sözlə mən bunları dedim. Yenə bax, hardan baxsaq, qəlb çakrasıdır, ürəkdir, ondan sonra vicdandır. Bütün bunlar hamısı 4-dür. Amma o 4-lər də, yenə deyirəm də, o qədər yasaları var ki. Bax, məsələn, mən bura yasaları yazmışam. Baxın, məsələn, burada dəngə yasası. 2 rəqəmi niyə yazmışam bura sizcə? Çünki 2-dən olan insanlara mən bu dəngə yasasını tövsiyə edirəm. Bax, dəngə saxlaya bilməyən insanlar 2 rəqəmi ilə gələnlər olur çox vaxt. Niyə? Çünki yuxarıda söz verirlər ki, gedəcəm, nəzakətli, anlayışlı olacam, nənə babalarım, onlar bir yaxşı, xeyirli işlər, insanlarla yaxşı dolana bilməyiblər, uşaqlarla dolana bilməyib. Çünki 2 həm də uşaqları ifadə edir. Uşaqlar demişkən biraz uşaqlardan danışmaq lazımdır. Sualım var. Bəli. O edir və oradan da daha çox söz verdiyinə görə kim yuxarıda nəyə söz verir, aşağıda ondan imtahan olunur. Və aşağıda da imtahan olunacam deyə ruh çox verici olur.
Verir bax, bütün enerji verər, önəm verər, dəyər verər. Ya verici olmasa baxırsan görürsən ki, öz orqanları ilə verib karmanı. Baxırsan O da ki, sonra zərər verir. Hə. cinsel deməyək də, uşaq dünyaya gətirmək üçün olan orqanlarında problem var artıq. Məsələn, cavan qızdır və yaxud da cavan adamdır. Yəni bax, hərə bir yöndən ki, illaha o karmanı ödəyim. Halbuki ödəməyə də bilər. Bu gənc nəsil seçmir elə. Gənc nəsil daha yəni sanki öz yerində, balansında, dəngəsindədir. Kişi xeyirxahlarının da bəzisi almağı çox bacarır, verici deyil. O da çıxır analizlə. Ya Belə aydındır. deyim. Uşaq demişkən elə əslində sualımın bir də o idi. Bir zamanlar biz gördük o kükrədi, bir o Hə. bum yarandı. Bütün uşaqlar, qadınlar uşaqları ilə bağlı problemlərlə bağlı sizə müraciət etdilər. Bir 20-30 adam az qala hər verilişdən sonra mənlə danışır. Hə. Təsiri var, dəyişikliyi var, amma mən sanki istəyərdim ki, Kamala xanım bir 20-30 dənə əl olsun, bir 20-30 dənə baş olsun, çoxlu olsun da bunu çatdıraq. Yenə də indi olurmu? İndi fərqli bir yanaşmalar olurmu? Ana ilə övladın problemi, yoxsa uşağın ata və anaya qarşı münasibəti başqa cürdür? Məsələn, sizə analizlə bağlı müraciət edənlər necədir? Bir də əzizləyicilər, nömrə gedir Kamala xanıma, xüsusən də gənc analar, övladları ilə bağlı problem olan, övladını anlamayan, övladı ilə o münasibətləri neynəsə də düzələ bilməyən məsələlərdə mən düşünürəm ki, 99% problemsiz Kamala xanım onu həll eləyir. Çünki mən şahidi olmuşam. Amma indi ona görə deyirəm, indi necə müraciət edirlər, nələr var, nələr yox. İndi çoxdan bir ay olar bu barədə heç danışmırıq. Uşaqlar həmişə önəmlidir. Hər dəfə istəyirəm ki, onu çünki doğrudan da əgər deyərsənsə, ana eşidir, bilir ki, bəli, bu lazımlıdır. Yəni burada artıq o banal sözlər yox, məsələn, uşağını tanı, ay uşağını bil, o deyil, vallah o deyil. Yəni bunlar elə belə sadə sözlərdir. Sən öz uşağını tanı, gör uşağın nə istəyir. Bu da deyil. İnanın ki, ikinci çakrası boş uşaqları qorumaq lazımdır. Mən yenə deyirəm. Sən bilməlisən, sənin o hər dəfə deyirəm, indi hələ ki iş çoxdur, amma düşünürəm ki, yəni eğitimlərə artıq yavaş-yavaş başlamaq, heç olmasa Zoom İstilər də üzərindən düşür, bəli, eləmək. sonra yavaş-yavaş. belə eləmək lazımdır Canlı ki, da olar. ana heç olmasa özü bilməlidir ki, mənim uşağımın hansı çakraları boşdur, hardan bu uşağımın problemi ola bilər. Belə o heç olmasa çakra və pin kod, yəni o 9 rəqəmi ki, burada nə ola bilər, nə ola bilməz. Niyə görə bax yenə istəyirəm davam edeyim, bəlkə kimsə eşidib, qulaq asıb onu anlamayıb. Baxın, bu elə bir karmadır ki, bizim cinsel çakra deyirlər də, buna sakral çakra deyirlər. Cinsiyyət orqanları bir də uşaq dünyaya gətirmək üçün orqanları təmsil edir. Ən birinci buna diqqət eləsinlər. Deməli, ikinci çakra boş olarsa, qadınlarda, qızlarda, uşaq vaxtından artıq oğlanlarda da o qədər varikosellər, varikosel o damarda problem olur da. O uşaqlar əgər vaxtında operasiya olunmazlarsa, gələcəkdə övlad sahibi ola bilmirlər. Qadınlarda da cürbəcür. Baxırsan ki, yəni uşaq yaşından ya matka deformasiya uğrayıb, ya nəsə. Bu, mən demirəm illaha ikinci çakrası boş olan hamısında bu şeylər olur. Bəli, o ikinci çakra boş olub, 2-dən karması da ola bilər. Başqa yerdə də 2-lər ola bilər. O zaman bu artıq belə deyək də, böyüyür bu problem. Ona görə heç olmasa ikinci çakranın boşluğu o deməkdir ki, nənə babaların içərisində uşaqlara qarşı ya istismar, ya tacizlər, ya nə bilim, bax belə bir yaxşı, ya da ki, özlərinə olunub, bağışlaya bilməyiblər, karma yaranıb. Həmin o karmanı uşaq götürür, məsələn, ruh götürür, gəlir. Bu insanlar ikinci çakrası boş olan, baxırsan, 30 yaşında xanımdır. O dəqiqə soruşuram, uşaqlara qarşı həssassız, deyir ki, hə, dəhşət dərəcədə həssasım. Yəni, çünki özünün ikinci çakrası boşdur, söz verib gəlib. İnsanlarla bir yandan da bu insanları başa salmaq lazımdır ki, uşağını da özündə də, yəni baxırsan ki, 80-90% özündə də boş olur anada. O özü elə bir balansda olmalıdır ki, alma-vermə dəngəsinə görə. Önəm, dəyər verəndə bu insanlara ehtiyatla, yəni verdiyini bu adam ala bilməlidir geri. O bəzən çox verir, az alır, bəzən də az verir, çox alır. Bax, belə insanlar var. Və
uşağını da elə bir tərbiyə eləməlidir, uşağı başa salmalıdır ki, sənin fikrin, bax adətən 2-nin fikri başqalarında olar. Əgər uşaq sənin fikrin, ay balam deməlidir ona ki, əgər başqalarında olarsa, sən o zaman belə deyək, özün təkamül etməyə bilərsən. Yəni indi uşağa siz təkamül deməyəcəksiniz də, uşağa başqa cürə başa salacaqsınız ki, sənin fikrin başqasında olarsa, sən özün qabağa gedə bilməzsən, sən özün dərsindən yaxşı qiymət ala bilməzsən. Əsas hədəfdən yayınarsan. Bəli, o istədiyin yəni şeylər olmaz. Sonra da ki, bu oğlan uşağıdırsa, o dostları tərəfindən, qızdırsa elə o da öz rəfiqələri tərəfindən önəmsiz, dəyərsiz qalan adamlar olur. Niyə? Çünki hər kəsi məmnun eləməyə çalışırlar. Çox önəmli bir verir amma ala bilmir. Verir ki, buna fikir versinlər, verir ki, buna sevsinlər, buna önəm versinlər. O da tükənir, bəli. O insan elə bir quruluşdur ki, sistem eləyir bunu. İnsan da deyil. Sistem eləyir ki, hə, buradan bu uşağı tərbiyə eləmək üçün mən nə edim? Artıq bu birisinin dalını çevirməlidir, buna arxasını çevirməlidir. Çox maraqlı gedir söhbət. Kamal xanım, sonuncu bir sualımı da verim. Artıq bir saata yaxınlaşırıq. Az qalıb. Deməli, bir nəfər mənə bir maraqlı sual verdi ki, bu rəqəmlər var da, tutaq ki, hansısa bir uşaq doğulur, bürcü deyil, o nə vaxtdan artıq o bürcün xarakterini, onun enerjisini daşıyır. Bir də rəqəmlə bağlı deyirlər ki, tutaq ki, uşaqlara neçə yaşından bəri o başlayır öz təsirini göstərmək. Tutaq ki, hardasa bir 5 ay, 3 ay uşaq danışmır, anlamır. Yəni bu rəqəmə o riayət eləyə bilmir. Mən də fikrimi çatdıra bildim yoxsa. Bildim. Nə vaxtdan bu rəqəmlər o deyilsə və terroristlar hərəkətə keçir. Adam var ki, uşağı doğulan kimi artıq analiz elətdirmək istəyir ona. Və yaxud da ki, mənə bu yaxında bir xanım müraciət elədi. Dedi ki, mənə 3 gün vaxt verib həkim. Məsələn, 27, 28, 29-cu günlərdə keysər olmalıdır. Keysəriyyə əməliyyatı olunmalıdır. Mən bu günlərin hansına salsam yaxşı olar. Mən buna qarışmağa heç ixtiyarım yoxdur. Mən də deyirəm. Yəni ona mən qarışa bilmərəm. Bax, sən özün qarışa bilərsən. Anası. Seçimdir. Hə, sən seçimdir. Çünki həkim də onu o seçimi verib də. Sən onsuz da dedim, sən oradan nə etsən də, həkim nə etsə də, o uşaq vaxtında gələcək. Və mən durum bir numerolog kimi deyim ki, sən get 29-unda, yəni bu nə qədər düzgündür, doğrudur. Gələcəkdə də bir problem olanda deyir, bəlkə 29 yox, şübhə qalır da, 27-si olsa daha yaxşı olardı. Onun deməyindən çox məni heç o maraqlandırmır nə deyəcək və Allahın qarşısında mən karma qazanmış ola bilərəm. Niyə mən onun ki, məsələn, bu uşaq gəlməli idi belə, amma mən dediyimə görə belə gəldi, inan ki, o insanın başında çatlayar. Yəni, belə bir şeylər var. Amma adını soruşdu ki, bax, bu adı qoymaq istəyirəm. Dedim, əladır. Çox gözəl, yəni mən durub artıq onun soyadı ilə falanla hesablamamış. Yəni artıq dedim ki, doğrudan da gözəl adı idi. Əsas çakraları o dediyim, bax, məsələn, 2-ci çakradır, 6-dır, 8-dir. Bunları doldurursa əgər ad, yəni o zaman bir də çalışın ki, izləyicilərə də deyim, çalışsınlar, evladlarına kiçik, qısa, balaca ad qoymasınlar. Yəni uzun. Biraz iki görürsən ki, çoxsu iki heyecalıdır, amma iki addan ibarət olan adlar, məsələn, Əbdülhəsən olur. Biz də uşaq vaxtı baxırdıq elə adlara, gülürdük ki, yəni Məmməd Həsən, nə bilim mən nə cürə belə Əbdülməcid. 3 heyecalı, 4 heyecalı olanda da tutaq ki, nə bilim Ayka, Manya, Anya belə deyib qısaldıb çağırırlar. O da məsələn, kiçik adlar var. O da nə qədər baxırsan ki, hələ yenə soyad biraz keyfiyyətli olanda, daha böyük, uzun, gözəl hərflər özündə barındıranda, yenə ad ört-basdır olur. Amma vay o gündən ki, yəni soyadda da qısa olur, adı da qısa olur ki, baxırsan ki, çox çakralar boşdur. Ona görə yəni artıq nə eləyirik? Keçmişə qayıdırıq yavaş-yavaş. Bax, o vacibdir, onu bilsinlər. Sonra uşağa ad qoymaqdır, o ananın, bir də ananın anasının, yəni nənənin haqqıdır, onu bilsinlər. Yəni birinci növbədə onlar qoymalıdır. Əgər qoya bilsələr, qoysunlar. Qoya bilməsələr, yəni qoya bilməsələr deyəndə ki, öz istəyi ilə olmalıdır da o da. Bəzən uşağın atası qoyur.
Belə qaldı ki, tarixə onu əgər sizə hansı bir numeroloq deyirsə ki, filan tarixdir və yaxud gəl mən sənin adını, soyadını dəyişirəm. Mən insanların soyadını dəyişən numeroloqlar görmüşəm. Gülməyim gəlir bilirsən Doğum niyə? tarixində var bizim bir dostumuz Doğum var. tarixi necə? Deyir gedib nə qədər pul tökdü ona. Məsələn ayın 15-i idi desən, deyib ayın 3 elə. Yoxsa 4. İndi tarixi şey deyirəm də. Estağfurullah. Dəqiq deyə bilməm. Getdi bütün hər kişi xeylağı düzdür. Hər bir biletdə dəyişmirlər axı. Hə. Bizdə Sovet dövründən qalıb onu dəyişmir. Əslində ona da iradım var, dəyişməlidir də. Nə var köçürdün təzəyə. Getdi hətta onu da dəyişdirdi. Nə elədi, necə elədi? Amma heç nə də dəyişmədi həyatında. Biraz belə. Bir də deyirsiniz, ad uzun olur. Elə orada beynimə gəlmişdi. Məsələn, bizim də dostumuz var, politolog. Məhəmməd Əsədullazadə. Görün nə qədər uzundur. Bəzən deyir ki, mənim adım yığışmır o efirə. Ona görə M Əsədullazadə yazırlar. Həmən orada Əsədullazadə 3-4 dənə ə var. Da ki, ə 2 rəqəmidirsə, misal üçün, bütün ələr 2 rəqəm olurdu onda. O uzun olmanın nə adı var? Bəzən o uzun olma da öz balansını pozur, keçirdi o tərəfə. Məsələn, bir hərf tutaq ki, ə hərfi. Məsələn, belə deyək də 4 dənədən çoxdursa, bir 5-dir, 6-dır, 7-dir, bir də görsən heç o özü də neqativdir. O özü də, yəni elə hesab elə ki, çakra boşdur. Yəni belə. Ona 6 dənə ə hərfi var məsələn, 3 dənə M hərfi var. O da hamısı yuxarıda hesablanır, ölçülür, biçilir, gəlir. Ona mən məsəl üçün numeroloq olaraq kimsənin familiyasını dəyişə bilmərəm. Bu kök, soy, Allah bilir neçə min ildir davam edir də. Sən durub bir numeroloq olaraq sən hansı, yəni ağılla kiminsə soyadını dəyişirsən. Rusiya, mən numeroloqlarını izləmişəm. Onlar bu şeyə getdiyini görməmişəm. Dini dəyiş deyiblər. Onlar dini dəyiş, yaşayış yeri bəlkə. Rod deyəndə onlar çox diqqət edirlər roda. Çünki yoxsa soyad dəyiş karma deyilən şey rodla çox bağlıdır. Həm də ruslar Türkiyədə əksinə o karmanı yığırlar boyunlarına. Hamının sanki yükünü. Amma ruslarda biraz ehtiyat edirlər ki, bəzi şeylər var. Siz deyirsiniz, dəyişsəm o karmasını öz o qeysəriyyə əməliyyatı ilə bağlı. Məsələn, rus numerologiyasını gördüyüm qədər, daha hamısını görə bilmərəm. Gördüyüm qədər onlar çox ehtiyatlı olurlar. Deyir, biz ona qarışmırıq. Yəni belə şeylər. Türkiyədə amma sən bunu belə dəyiş. Bax, bu pozuntular Türkiyədə olan bəzi dırnaq arası numerologlardan gəlib. Onlar deyir, soyadını dəyiş, adını dəyiş. Nə bilim, daş-qaşını dəyiş, saçının rəngini dəyiş. Bu da o deyir, nə bilim, o Türkiyədəki əgər bir addım atırsa, bizimki 10 addım atır. Bu da elə bilir ki, məsələn, Türk deyə bilər. Hələ mən türklərdən eşitməmişəm ki, kimsə desin ki, familiyanızı, yəni soyadınızı dəyişin, ömrünüz dəyişsin. Deyir ki, adı dəyişə bilərsən. O da yenə onunla razıyam ki, o yəni belə olunmalıdır. O mənim şəxsi fikrim idi. Sonra gördüm ki, mən o çox hörmət elədiyim numeroloq da onu deyir ki, o adı əgər sən dəyişmək istəyirsənsə, çox da dəyişmək istəyirsənsə, sən seçməlisən. Özün. Tutaq mən dəyişmək istəyirəmsə, mən seçirəm. Mən deyirəm ki, numeroloq kimi sən get mənə bir 3 dənə, 4 dənə ad gətir. Mən oradan ən sənə lazım olan variantı, soyadı da yerindədir də. Soyadından hesablayacağım və sənə o variantı deyəcəm. Mənim ancaq ona ixtiyarım var. Amma bizim Azərbaycanda türklər onu eləmir. Azərbaycanda eləyirlər, elənin familiyasını da dəyişib, adını da dəyişib. Nə bilim, siz demiş, doğum tarixini dəyişib. Bunlar oyun-oyuncaq deyil. Bunlar çox ciddi şeylərdir. Ona görə hamısı, bax, elə yalançılığa görə ifşa olunurlar. Hətta bir çoxları o dəlazuzluğa görə həbs olunurlar və yenə də elə bir dalğa var. Çox sağ olun. Davamı varsa buyurun. Kamala xanıma çox sağ olun deyə bilmirəm. Çünki davamı görəm ki, deyir hələ qutarmamışam. Ona görə həmişə deyirəm, buyurun. Bir kəlmə şeydən deyəcəkdim, doğum tarixindən. Doğum tarixini bilməyən çox insanlar var. Onu da bəli qeyd eləmək istəyirəm ki, qorxmadan, çəkinmədən müraciət edə bilərlər. Mən onun da eğitimini almışam. O ayrıca bir eğitimdir. Yəni ayrıca bir təlimdir. O numeroloq özünə deyən hər adam onu bacarmır. Bu yaxında, yəni bu bir neçə gündə xanımın, deməli xanım müraciət elədi.
özü də bilmir. Gəh, yəni cürbəcür tarixlər deyir bir ayın içərisində. Dedim, sən bir niyə düşünmürsən ki, bir insan tap ki, qohumlarından. Kimsə çıxacaq. Bax, get onu bir de ki, heç olmasa mənə bir dalbadal bir tarix ver. Deyən ki, ayın 10-undan 15-nə qədər. Mən hamısını hesablayıb tapacağam sənin üçün. Deyir ki, nə bilim, bilmirəm Kəmalə xanım, o yan bu yan. Üstündən bir həftə keçdi. Mən də elə baxırdım bunun kağızına, qoyurdum bir qırağa ki, görüm bundan nə xəbər çıxacaq. Dedi Kəmalə xanım, öyrənmişəm. Bəs mən 3 dənə rəqəmlə gəldi. Ayın 13-ü ilə 15-i arasında mən bəs bir anamın rəfiqəsini tapdım. Anası rəhmətə gedib. Bəs o mənə dedi ki, mən qızımı dünyaya gətirəndən bir həftə sonra sən doğulmusan. Qızı da deyir, məsələn, tutaq ki, axır ki, o oradan deməli, əgər 7-sində doğulubsa, mən də hardasa ya 12, 13, 14, 15 bu günlərdə onu yəni hesabladım, tapdım. İnanın ki, yəni bir o qədər təsirli bir şey olur ki, o qədər təsirlidir ki, insan deyir ki, mən neçə ildir yaşayıram. Ay Allah, bircə mənim doğum tariximi tapsaydım, bircə mənim doğum tarixim tapmasaydı. Mənə də çox deyirlər. Bax, siz kömək eləsəz, mənim işimə yaxşı olar. Bəzi siyasi adamlar olur, dünyada da. Bəli. Görsən, deyir, tarix səhvdir. Mən ona görə bəzən o siyasi proqnozlarda çətinlik çəkirəm. Məsələn, mən uzun müddət o vaxt Səhiyyə Naziri Əli İnsanovla bağlı belə deyim, proqnozda verdim. Sənəddə 22 mart yazılmışdı. Amma sonra məlum olur ki, 16 mart imiş. Yəni, balıq bürcüdür, qoç bürcüdür. Olmur. İndi bəzən deyir, bəs nə oldu? Bəzi siyasilərə deyirəm, doğum. Deyir, valla elə o vaxt belə yazdı. Çoxsunu da yazdılar 28 aprel, 1 may, 9 may. O bayram günlərinə salırdılar. Azərbaycanda nə qədər adam 31 dekabr yazdırır. Halbuki məlum olur ki, 23 fevral yazdılar. 27 dekabr anadan olub. Ya yanvarın 4-ü anadan olub. Yazdırıblar dekabrın 31 qoy yeni il günü olsun. Onda bəs mən bir hesablamada biraz çətinlik çəkir. Ona görə özləri. Hətta biri deyirdi, bala bilmirəm 50-ci iləm yoxsa 51-ci iləm. İli bilmir bu adam. Mən onu necə o da mümkün deyil, mümkün deyil. Bax məsələn, mən bircə dəfə analiz edəndə mən adətən heç kimdən heç nə soruşmuram da. Yəni özüm başlayıram danışmağa. Sadəcə tarixini deyirsiniz, adını soyadını. O da mənə təsdiqləyir ancaq. Deyir ki, budur. Bu oğlana başlamışam analiz eləməyə, deyir, yox. Dedim, bir dayandım. Dedim, bir dayan. Sənin doğum tarixin ya səhvdir, ya da familiyan atasın. Deyir, mən atamın adını götürmüşəm. O təxəllüsdə yazılıb, sən sənədlə olan artıq. Atasının adını qoyub, onun axırına L artırıb. Sonra araşdırdıq, belə çıxdı ki, familiyası xoşuna gəlməyib öz nəslinin, ona görə. İndi götürdüm o familiyanı, onunla mən ona analizə. Düz çıxmır axı, heç nə düz çıxmır. O da bir udar deyil, əslində nəslimin familiyasını, soyadı mən sevmirəm, demək qoppadır. Və sonra bacısına da elədim analiz. Bacısı deyir ki, o elədir, yəni heç bir işi daş arasından çıxır. Ona görə, yəni mən götürdüm onun öz soyadı ilə ona, baxmayaraq ki, artıq gedib yazdırmışdı, asan xidmətdən eləmişdi. Öz soyadı ilə analiz elədim. Orada hər şey elə gözəl yerinə oturdu ki, yəni bu %100-dür də, %100-dür ki, bəli, %100-dür ki, yəni belə deyək də. Çünki təsəvvür edin, görünür orada ki, ailədə problem, qadınla, yoldaşı ilə problem, 6 ilə 2 çakra boşdur. Sən elə bir şey seçmirsən ki, ondan boşlanma, səndə o deyil axı. Deyirəm, evdə problem var, deyir ki, yox. Filan şey var, yox. O yoxdur, bu yoxdur. Artıq, yəni, numerologiyada ümumiyyətlə o qədər dəqiqdir ki, ya sənin doğum tarixin səhvdir, ya da ki, mən heç ağlımın belə ucundan keçməzdir ki, kimsə soyadını belə eləyər də, ya nəsə. Eləyəndir. Çox sağ olun Kəmalə xanım. Xeyli bilgilər əldə elədik. Dəyərli dostlar, siz də ekranda Kəmalə xanımın nömrəsi gedir. Oraya yazıb fikirlərinizi bildirə bilərsiniz. Öz rəylərinizi, suallarınızı yaza bilərsiniz. Yəni, orada gedir hər nömrə. O bir verilişlərimizə də baxın və suallarınız olarsa, xüsusi suallar göndərin. Çünki biz sizin səhvlaşmağınız üçün, maariflənməyiniz üçün, özünüzü tapmağınız üçün, özünüzü dərk etmə prosesinə daha sürətli, daha rahat və nəticəli şəkildə qoşulmağınızı arzuluyoruz.
məramımız, məqsədimiz də budur. Nə deyim, sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun.